Xəbər verdiyimiz kimi bugün Bakıda fəaliyyət göstərən İdrak liseyində şagird müəllimi güllələyib. Gündəm olan bu xəbərdən sonra lisey ilə bağlı yeni sabaha maraqlı məlumatlar daxil olub. Bildirilib ki, əslində bu tədris mərkəzində əvvəllər də oxşar kriminal hadisələr baş verib. Məsələn, təxminən 2 il əvvəl İdrakda şagirdlər bir-birini bıçaqlayıb. Lakin lisey rəhbərliyi məsələni gizlədib və ictimailəşməsinə imkan verməyib. Bundan başqa, İdrakın rəhbərliyi haqda da maraqlı məlumatlar var. Belə ki, liseyin təsisçisi Möhsün Ədiloğlu Alışovdur. Lakin hüquqi olaraq İdrakın direktoru Möhsün Alışovun gəlini Natəvan Alışovadır. Eyni zamanda məktəbdə əsas söz sahibi Möhsün Alışovun nazirliklərin birində yüksək vəzifə tutan oğlu İdris Alışovdur. İdris Alışovun qardaşının dinin fəaliyyəti ilə bağlı da maraqlı xəbərlər mövcuddur. Məlumata görə lisey ilk olaraq Sumqayıtda fəaliyyətə başlayıb. Sonradan Bakıda da eyni məktəb yaradılıb. Məktəbin idarəçiliyi ilə bağlı zaman-zaman ata-oğul, qaynata-gəlin arasında problemlər yaranıb. İdrislə Natəvan cütlüyünün qızları isə İngiltərədə təhsil alır. Hadisə baş vermiş liseyin yerləşdiyi binanın sahibi Prezidentin Mühafizə Xidmətinin keçmiş rəisi general-polkovnik Bəylər Eyyubovun qardaşı Ruslan Eyyubovdur. Xatırladaq ki, Ruslan Eyyubov ötən ilin sonunda 5 milyon manatlıq siqaret qaçaqmalçılığı ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılaraq həbs olunub. Faktla bağlı Binəqədi rayon prokurorluğunda Cinayət Məcəlləsinin müvafiq maddəsi ilə cinayət işi başlanaraq ibtidai istintaq davam etdirilir. Qeyd edək ki, fevralın 6-sında saat 09 radələrində Binəqədi rayonunda yerləşən Özəl İdrak Liseyinin qarşısında 10-cu sinif şagirdi insident törədib. O, atasına məxsus ov silahı ilə məktəbə gələrək, orada riyaziyyat müəllimi işləyən 1997-ci il təvəllüdlü Şəhla Kamilovanı güllələyib. Polis əməkdaşları tərəfindən şagird saxlanılıb, ondan ov silahı götürülüb. Yaralı müəllim xəstəxanaya yerləşdirilib.